Salam dostlar, necəsiniz? Videoma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə UFC Mobile oynayacağım. Sizlərlə paket atacağım. Nə qaracam, məsələn. Görəcəksiniz videonun sonraki dəqiqələrində. Necəsiniz? Artıq 3 aydır ki UFC Mobile videosu atmamışam. Axırıncı dəfə Maldini çıxartmışdım. Ondan bəri heç atmamışam. Ondan sonra biraz Free Fire attım video. Sonra Minecraft attım biraz. İndi dedim biraz da yine UFC atın ve UFC atacağım. Dostlar, klubumu göstərim sizə. Baxın, klubum çox dəyişmişəm məndə, yəni siz ağlalınız qədər dəyişmişəm. Baxın, klubum belədir. Juan Garcia qapıda, Van Dijk müdafiə, Maldini ilə. Sol bekdə Joao Cancelo'dur. Sağ bekdə White'dır. Orta sahalarda neydi oynadı uşaqlar? Dominic Szoboszlai neydi? Belə də uşaqlar. Sonra Valverde, sonra Rafinha, Osimhen, bir də Bale'dır, Gareth Bale'dır. Yedeklərdə də Marquinhos var, bir də Hazard var. Burada da belə Baggio adı var. Baggio'nu da qoysam gene düşmür, aha. Foden var. Düşmədi qəşəng. Matuidi. Düşmədi qəşəng. Rekordda düşər məncə. Düşmədi. Çox gözəl. Burada düşər. Düşdü. Aha, nəysə. Bu qədər bəs yediklərimizi doldurduq. İndi biraz paket atacağım. Biraz mən çox atmışam axı. Ona görə biraz azdır. Yəni üzrlü sayın. 4 dənə yığmışam. Və uşaqlar, mən 2 dənə buradan atacağam, 2 dənə də buradan atmaq istəyirəm bu tərəfdən. Uşaqlar, amma sizə bir şey deyəcəm. Mənə o çatmadı. Baxın, bura Serie A-da Van Basten var, Modric var, Messi var, Di Marco, Barzagli, Kenan Yıldız, McTominay, nə bileyim, bu qədər belə oyuncular var da. Messi Serie A-da oynamayıb. Messi niyə qoydular? Yəni mən də ilk dəfə gördüm. Messi Serie A-da kariyasında 3 dənə klubda oynayıb. Inter Miami, Paris, bir də Barcelona. Yəni Messi niyə Serie A-da draftda belə deyən göstərir? Nəysə dostlar, burada ikon draftlardır. Rooney, Roberto Carlos, Hamşik, Solskjaer. Burada uşaqlar Avropa Liqasıdır. Avropa Liqasının bu arada qalib Aston Villa oldu. Finalda 3-0 Freiburg utdu. Nə bilim, Rodgers attı, Buendia attı. Belə oyuncular attı. Dostlar, mən onda 2 dənə buradan atmaq istəyirəm. 2 dənə də buradan atacağım. Yəni. Onda başlayaq da Serie A-dan başlayaq. Başladım. Nəsə çıxsın. 410'dur. Nə çıxacaq? Oha, getdi yola uşaqlar. Getdi yola. Çox bomba oldu. İskoçya deyil. McTominay. Uşaqlar, McTominay çıxdı. Nətər idi McTominay? 117 amma. 117 idi. 117 McTominay burada. Niyə 117 idi? 117 olmasaydı yaxşılar. Nəysə, təzədən bir dənə atdıq. 5 atdı. Heç nə çıxır. Nəysə, uşaqlar, 3 dənə başda atdıq. Gəlin, gedək ikisini buradan da sağ. Acam. Nəsə çıx. Açdım. Getdi yola. Sən öl, getdi yola. At. O hansı öl? Caicedo. Uşaqlar, əlim dəydi, çıxdım. Amma Caicedo çıxdı. Dostlar, buradan ikinci dəfə daha çıxmasına inanmıram. Mən inanmıram. UEFA da açaq da var. Gəldən də UEFA açaq. Gəldən də UEFA açaq. Açaq. 425 atdı, heç nə çıxdı. Nəysə uşaqlar. Amma çıxartdıq da, Caicedo çox çıxdı. Qəribə deyəm, görək kadroyu. Caicedo çıxdı, McTominay çıxdı. McTominay də deyəsən. Yadından da çıxdı, yadır. Gələk bura uşaqlar. Yox, sən yox, McTominay. İndi mən siz oynayacağım. McTominay'i verim valla. McTominay'i vereyim. Caicedo var.
Kayısı da Pito 118 oyuncu diyor. Bir tane dizilişlərə baxaq uşaqlar. Bir dənə baxaq görək hansı diziliş normalda. Allah Bale-ımı oynayabilir görəsən. Çıxlayın bu dizilişə baxmaq istəyirəm. Çok qəribə dizilişdir. Hazardlığımı oynayabilir onu bilən. Babel'da oynayır. Uf uşaqlar çox gözəl. Çok güzel. Çok güzel. Kaliteden de koyak bura. Bak bunu da koyak bura. Val var diye. Dominik Szoboszlai. Bakaram ona. Ama çok gen düştü. Gen düştü ama. Geni kaldırmak problemdi bize. İyilikleri sana çıkardım. Gen oydu. 119 geni. Çok pis oldu. Bunlar problem yaradır. Bir dəqiqə uşaqlar. Bilmirəm nə edeyim. Keşke bunları çıxartmazdım. Ama neyse. Kayısı da onu edeyim ben. Kayısı da onu edeyim ben. Bunlar var belə. Uşaqlar, posta bizim Raycard da var. Matuid de var. O da cıdımıdır. Üçlü cıdımı var. Üçlü cıdımı diziliş bir tane. Can almaz cıdımı. Uşaqlar bu da ala yok. Bize olmur ya. Hiç şey olmur bize. Olmaz. İşte bir tane normal diziliş çıxmırda qalanımıza. Bizim əvvəlki dizilişimiz hansıydı görəsən? Tərəfindən çıxdı. Həqiqətən hansıydı ki? Allah haqqı baxmamışdım. Ayda. Uf. Getdi diziliş. Hansıydı bizim şey? Çox hata bilmirəm. Əsəb gəldi uşaqlar. Ayda bizim diziliş hansıydı? Nereden çıktı yapalım? Bu da yok bu değildi. 2 tane santrafoldaydı. 4-2-4 idi. Her diyelim 4-2-4 idi. Tapdım 4-2-4 idi. 4-2-4 idi. Mənə satmadı uşaqlar. Biz neyniyəcəyik? Kaysedo oynuyor. Yok səhv yerə girdi uşaqlar. Kaysedo artanda hansı mevkiler oynuyor görəsən. Göstərir görəsən. Yox, göstərmir, hardan görərik. Nəysə uşaqlar. Mən bilmədim. Amma belə indi o 120 gen oldu. Nəysə belə də Allah uşaqlar. Kadro ilə bomba da deyil. Mən satmadı. Biz belə oynaya bilərik. Nəysə yala. Baş ver. Neyse yaxşıdır kadromuz. Gəlin biz bura girək. Görürəm Kaysedo nə qədər puldur bunun. Uşaqlar deyəndən gəlirəm. Uşaqlar şokdayam. Məsələnirsiniz. Buna baxın ala. 1500 zat deyir bu. Oyda. Stoperi verirəm mən. Amma məktəbə nəyi verim sözüm onu bilmirəm. Uşaqlar, məktəbini vermək istəmirəm. Bunlar belə hələ ki 2700 aldıq. Məktəbini bilmirəm, verməyim. Vallahi haqqı. Məktəbini əslində verə bilərəm. Həm takım geni artar. Çünki bunlar 116'dır. Vallar da 116 Szoboszlai'dir. Hansı yaxşıdır? Məktəbini yoxsa Szoboszlai? Allah val var da pis diye. Çünkü ben onda val var diye Szoboszlai yerini karıştırmak istedim. Görürsən kim güclüdür? Karşılaştırırım onların yerini. Əsər karşılaştırdım ha. Szoboszlai başka hansı mövqələrdə oynayabilir? Cam oynayabilir. Görürsən val var diye oynuyor başka yerlerde uşaqlar. Yes kızıdır uşaqlar. Oyda vallahi var ki her sağ bek de oynayabilir ama ben Szoboszlai'ni veririm. Szoboszlai bir tane cam oynuyor.
Mən onda uşaqlar Suzbayını verirəm. Adını da oxuya bilmirəm. Adı elə uzundur ki. Suzbay. Adını da oxuya bilmirəm valla. Hə. Girəcəyik biz kimə verəcəkdik bunu? Tomine, McTominay. O da McTominay idi, yaxşı oyuncudur. Mən McTominay deyirəm. Neydi onun adı? Kohalski McTominay'i bezdirmişdi də. Gəl bunu biraz artıraq. Biraz gücü olsun. Uşaqlar çox da vermək istəmirəm. Yəni ayıbdır. Yəni vermək istəmirəm. Yəni boş-boşuna. Məsələn çıxar bura 120'lik orta saha. Məsələn Bruno Fernandes. Çıxsa nə edəcəm mən? Ona görə çox basmaq istəmirəm. Gəl bir dənə basayım. Boğazım vurdu ya, nə qədər qalır. Hə uşaqlar. Oy. Hem cırdım oynuyor, hem cam oynuyor, hem de cırma oynuyor. Nətər mövqüsünədir, nətər oyuncusunədir, çox yaxşı oyuncudur. Aha uşaqlar, biz verdik 14 səviyyədir. Kayseri'yə basaq, Kayseri'yə basmıram, yox basmıram. Gəlin biz gidə takas verək, takas eləyək. Uşaqlar, bir də sizə sual verəcəm. Postu paylaşacağım bugün. Rafinha'nı oynadım yoksa Hazard oynadım? Hə, yəni Rafinha oynadım. Rafinha 118'de, Hazard 117'dir. Mesela Hazard daha da sürətlidir Rafinha'dan mənə görə. Yəni baxaq, 181 sürət Hazarddadır. Nəsə sürət deyək. Bir də zərbə. 187 olsa bunda səviyyə çox basmışam ona görə. Nəsə uşaqlar, mən post paylaşdım. Rafinha'nı oynadım yoxsa Hazard oynadım. Yəni çox saçbaş qalmışam da bundan görə. Yəni uşaqlara saçbaş qalmışam da. Elə böyük bir şey çıxarda bilmədik amma. Elə böyük bir şey çıxarda bilmədik. Yalan deməyim də. Gəlin biz gedək şey verək. Valverde. Yo Valverde. Sozbay. Hə. Bu da 600. Valverde de 600'de. Hə. Bu 8000'imiz oldu. 8050. Bu 8050'ye nasıl eləyə bilər ya? Nasıl eləyə bilərik? Baba oyuncusu var. Ronnie'ye baxın. Van Basten, Mbappe, Nuno Mendes, Olise, Bruno Fernandes, Hamşik, Roberto Carlos. Pedro zat var ya. Yomala baxın. Kenan Yıldız 15 milyon. Ama uşaqlar bizim bunlara pulumuz satmır. Şu an qarşı qapıya yaxşıdır da, yaxşıdır. 5500'də biz bunu 1500'də verə bilirik. Biz niyə bunu 5500'də verə bilirik? Hə oyun bax, oyun niyə? Dimariya zat var ha. Oyunun en bahalı qapıçısı neçəliydi? Oyunun en bahalı qapıçısı kimdir? Onu araşdırın uşaqlar. Gəlin buradan search zad var. Search dedik. Hansı da yarısı? Adından çıxdı. Buydu. Adından çıxdı uşaqlar. Hansı saydı? Hə, tapdım. Search idi. Yaxdan bahsedilim olmurdu. Yox, ad girməyək. Mən nə axtaracaqdım? Qapıçı. Oyunun ən yaxşı qapıçısı kimdir? Yəni bu fon var idi. Bu fon var imiş. Schmeichel, bu fon. Biz valla Juan Garcia'nı ala bilərik ya. Ala bilərik. Qapıçı zəifdir. Donları mı 13 mindir? Uşaqlar, məncə baxın. Juan Garcia 117 olmağına baxmayaraq 6000'dir. Juan Garcia yəni belə çıxır ki, Donnarummanın aşağısı. Donnarumman 116'dır. Amma 13 mindir. Gör, amma bu da 6000'dir. 2 qatı deyə Donnarumman. Ona görə əslində ən yaxşı qapıçı deməyək. Yəni Donnarumman Juan Garcia'dan güclüdür. Ən yaxşı qapıçı başqalarıdır. Yəni Casillas'dır, bu fon zat.
Bax uşaqlar, mən səhər bu paketi aldım. Getdim paketi açdım. Heç nə çıxmır. Paketlərdə heç nə çıxmır. Çox danışdım ha. Uşaqlar, gəlin sizə xətrinə də gedim bir dənə uzatmalar paket açaq da. Sıxılıram uşaqlar, 5 artıqlıqdır, bilmirəm nə videosu çəkim. Video fikri verin, oyun fikri verin, gedim oyunu çəkim. Yəni hamı deyəcək, nə bilim, Robloxdan, Minecraftda, onlar çəkməyim uşaqlar. Elə deyin ki, yəni bir o videonu çəkək, populyaşdıraq. Yəni 30.000, 56.000'imiz var bizim, problem yoxdur. Belə buradan kim çıxa bilər? Kim çıxa bilər? Baxaq bura. Nə elə çıx? Yaxşı, elə babat oyuncular yoxdur. Mənim müdafiə çıxmasan, xahiş eləyirəm. Mənim müdafiələrim, 2 dənə müdafiəm var. Biri dünyanın ən yaxşı müdafiələrindən, biri də indi çox yaxşı müdafiədir. Dünyanın ən yaxşı müdafiəsi Maldinidir. Mənə görə. Van Dijk da yaxşıdır. İndi də Van Dijk'dır. Neyse, açıram paketi getdi. Açıram paketi uşaqlar, açdım. Uşaqlar, bu nədir? Mən 30.000'i boş-boşuna verdim. Mən indi nəyə alacam? Heç nə. Vallahi mən 30.000 bunları almayım mən, heç birini almayım. Amma 30.000'im qaytarında. Season alaram. Başqa kim alım? Vallahi. Yəni 30.000 aslında açmamalıydım. Getdim açdım da. Gəl biraz da bunlardan. Gəlin. Yeyiniyək. Vallahi bunlardan 114 çıxsa çıldıraram. O 113-117'den. 30.000 verirəm. Heç nə çıxmır. 113 çıxır. 4.000 verim. 114 çıxsa Allah çıldıraram. Oyun babat getdi. Babat. Ne oldu ya, oyuna dondu. Uşaqlar, neyse, bu donması keçsin, gəlirəm mən. Yaxşı. Uşaqlar, açdım o paketi. Yəni nə çıxdı buradan? Heç nə. Yəni valla buradan mənalı şey çıxdı. Grimaldo zat çıxdı. Llorente zat çıxdı da, tanınmış oyuncular çıxdı. Getdi oradan hamısı hardan girib tapdılar, gətirdilər valla. Nə bilim uşaqlar, mən yenə açacağam. Açacağam mən. Pulumu sona qədər qutarmaq istəyirəm, hər şeyimi. Qutarıram da, nə olur? Molina alıram. Amma uşaqlar, Molina'da bir qəribəlik var. Uzaqdan raşet göndərir, gedir ki, hər dəqiqə zərbə indir, gedir, girir. O baba, Pavlovic 114'tü. Bak, ben 4.000 verdim. Hani sen verdim. 12.000 verdim. Gittim 114 aldım. Ben 30.000 verdim. Gittim 113 aldım. Yani ne ben çok mənasıydı. Açmağın mənasıydı. Şimdi dostlar, siz de açmayın. Rahim Allah'da. Oradan buradan oyuncular aldım. Gəl Almandan, gəl ne bileyim oradan buradan. Rahim aldıq, Grimaldonu aldıq. Aldıq Grimaldonu. Şeyin alaq. Gəl. Allah. Son paketdir uşaqlar. Kenan Yıldız. Alaq. Alaq Kenanımızı. Burada nə deyir? Burada da gəl bunu elə bir açaq. 104'dən bəşər. Allah eləyə 104 çıxar. Çıxmayacaq. Çıxmayacaq. Mən tanıyıram. Nə olar? Tanıyıram. 104 çıxsaydı tabii 15 milyon rast gələcək də. Uşaqlar, mənim nə qədər milli pulum var, heç özüm bilmirəm. Bilmirəm. Transfer edə bilmirəm, çünki azdır. Kim gəldi ya, Pavlovic. Dedim, bir gedir. Nəydi onun adı? Yolazı da gedir. Mənim pulum göstərmədi. Burada göstərir. Markete girəndə göstərir. Hə. 254 milyon var. Aha. Gələk bura oyuncularıma. 252 oyuncularıma. Gəl bu Çinli çağda. Ən bahalı oyuncusum mənim müəllim. Bunlar satılmır da. Çıxartmışıq, satılmır. Səhv gəlir sonra. Mən Bale'ı biraz Bale'a basmaq istəyirəm. Uşaqlar, maça VC-yə girək. VC-yə girək. Girərik VC-yə. Gəlin bir Bale nə qədər istəyir? 400. Mən basarım uşaqlar. Basıram Bale. Mən Bale'ına basıram. Mən Bale'ını sevirəm. Xoşlayıram Bale'ı. Bu da benim oynayabilir. Çox gözəl. Gəlin də başqa kimsən basaq da.
Böyle bastıqsa Osi babanı basaq. Osi babanı basaq. Osi babanı 8 olsun. Eşək. Osi baba elə santrafordan nəsə bizə bəs. Osi təsvir takımımızda Osi mən olsun. Yəni Osi mən xoşlanmır uşaqlara. Bir de bunu basaq. Bir de bu. Yox, bunu basa bilmirik. Çox şəhətli, çox qaz verir. Neyse uşaqlar, bu qədər bəsdir. Bəsdir bu qədər. Kayseri'ni de basmaq istəyirəm. Elə pulunu xərclədim, hamısını bitirdim. Allah haqqı. Neyse gəlin, uşaqlar, mən bir birisi atmaq istəyirəm. Yəni görək bu qardaş kim olacaq, bizim şansımıza gələcək, videomuza düşəcək. Daha 20 dəqiqə oldu. O gəlsin, görək kim gəlir. Aha. Rus gəldi, bu kimdir? Faxu. Gəlsin, Faxu, gəlsin. Ay Allah, uşaqlar, yoruldum ama. Bu şey video gəlir. Dəhşət dərəcə deyim. Boynumalım da. Gəldi də video. Bağırım, çəkirəm də bir şey. Yalandan olsa bir atıram da, gəlir də. Çəkirik də bu videonu bacarıq. 118 atakdır, 119 orta sahadır, 117 defansdır. Neyse, gəlin uşaqlar. Biz bilmirəm necə oynayacağım. Mən elə çox da oynayan deyiləm. Amma oynamışam. Oynayaram da yəni ki. Burada baxaq kadrosuna. Kimdə? Maradona zadı var ha, bu nədir? Luis Figo'dan zaten. Uşaqlar inşallah yaxşı oynayarıq. Ekidike başladı. Osimhen. Osimhen. Değil. Sürekli değil. Oldu. Sürekli değil. Yasak değil mi? Yavaşa bak, yavaşa. Tamam. O zaman. Uşaqlar, bunlar yondıra bilmirəm, valla. Götürürlər, axuslarına yavaş götürürlər. Teşekkür, ettim ben. Teşekkür. Ay, seni diyor. Ne tavırlar yani. Bunda. Olmaya demeye başlıyorum. Müthiş oyun. Abi biz bunu yandıramayız ya. Cazlar. Saklamıştım axı. Saklamıştım axı. Nasıl eləmişsən? Sakladım mən. Ayda belə oyun oldu. Van Dijk getdin öz qapını atdın qaqa. Neyirsən sən? Biz bir yana üz-üzə gəldik, yata bilmədik. Getdik öz qapımızı atdıq. Allah yox oğlum. Ağarma. Hazır. Olmadı. Gusta. Tomine. McTominay. Osimhen. Hazır. Getdim. Uşaqlar. İlk hissə 1-0. Valla getdik öz qapımızı atdıq. Necə oldu? Hələ də bilmiyorum. Başla. Azdım valla. İşte diyor. Burada yazan ne işin Bunlar yalanlar.
Vay, üçü düşdü. Valla biz o qolu necə yedi ya? White pas ver. Ekitike getdi. Hocam tutu. Dolanı sonra tutup dartır Schlotterbeck. Dartır yüzünü. Aa, bırakarız da. Dartsa bırakacaq da. Valla dartsa bırakacaq. Daha bir söndürə bilmərik. Amma hakim çox ədalətsizdir. Yəni valla UFC hakim cəkətinin qaydasız oyundur bu. Qaydasız oyundur. Heç siz gördünüz bir dənə nəsə verdi. Hocam. Dartdı axı. Bir mərhəmə sürüşmədi ki. Dartdı. Allah girişə sənəymişdi. Qırmızı versənə. Allah. Oyun getdi. Uşaqlar bezdirdilər adam. Siz uşaqlar tutmurdular məni. Tutmurdular məni. O qaqaş hakim qaqaş almışdı. Hakim qaqaş almamışdı, qaqaş hakim almışdı. Bilmədim nə deyir. Nəysə uşaqlar. Bir cığaltı oyunun da sonuna gəlirik. Hakim cığallıq elədi. Mən ağlamıram. Yəni hakim çox cığallıq elədi. Görmürsüz ki, gedirəm topa, Schlotterbeck formamdan dartır. Vallahi. Nəysə, hələ də legendirəm ki, deyil, problemi yoxdur. Yaxşı ki, videonu İnşallah videonu bəyənmişsiniz. Bir səviyyə oldu, səviyyə çıxdıq. İnşallah videonu bəyənmişsiniz uşaqlar. Sizi sevirəm, heç bir zaman unutmayın. Video xoşunuza gəlmişdir, yəqin ki. Sizi sevirəm, heç bir zaman unutmayın. Matsi Kutsi, sağ olun dostlar. Bye.